Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vahdahu ve salatu ve selamu ala nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Amma ba'd. Fe inne astakal hadithi kitabullah ve hayral hedi hedi Muhammedin sallallahu aleyhi ve aleyhi ve sellem ve şerrel umuri muhtesatuhâ ve kulle muhtesetin bid'a ve kulle bid'atin dalâle ve kulle dalâletin finnâr. Möhtərəm qardaşlar, Allah subhanahu teala hər birinizə bərəkət versin. Rəbbimizə sonsuz sayıda şükürlər olsun, bizi cəm eləyibdir. Həqiqətən də çox fərəh duyucu anlardır, qardaşlarla görüşmək, bir olmaq. Necə ki, elə bizim dinimiz daim buna çağırır, bir olmağı. Amma nə üzərində bir olmaq? Sözsüz ki, haqq üzərində bir olmaq. Görürsən, çağırırlar birliyə. Nə olsan ol, hansı əqidədə olsun, hansı mənhəzdə olsun ol, amma bir ol. Əsas odur ki, bir ol, nə bilim, güc olsun, say çox olsun. Bu yox. Biz o cəmaatı çağırmalıyıq ki, Allah Rasulü s.ə.v vəsf elədiyinə. Yəni ki, o cəmaat ki, Peyğəmbər s.ə.v deyəndə ki, mənim ümmətim 73 firqəyə bölünəcəkdir, onlardan yalnız biri nicət tapanlardır. Və sahabələr soruşdu, kimlərdən onlar? Peyğəmbər s.ə.v dedi, bugünkü gündə mən nə üzərdəyəmsə, onun üzərində olanlar və sahabələrim. Bura diqqət yetirəsi bir an var. Necə bilirsiniz ki, Peyğəmbər s.ə.və 6 şey verilmişdir ki, ondan qabaqçı Peyğəmbərlərə heç kimə verilməmişdi o. Yəni, az danışardı, mənası çox böyük olardı. Diqqəti nə istəyirəm yetirəsiniz? Yəni, Peyğəmbər s.ə.v artıq mı danışdı burada? Mümküniyyət yoxdur. Sahabələr Peyğəmbər s.ə.v-in bəyəm nə üzərindədirsə, o üzərdə deyirlərdimi? Əlbəttə ki, o üzərdə idi. Fikir verirsiniz, burada xüsusi Peyğəmbər s.ə.v qeyd elədi. Mən və mənim sahabələrim. Nə üzərdədirsə, onun üzərində olanlar. Yəni, Peyğəmbər s.ə.v nə üzərdə olubsa, və onu necə sahabələr başa düşübsə, əməl eləyiblərsə, onun üzərində olmaq. Əlbəttə, bugünkü gündə görürsən, biri götürür, cürbəcür namazlar qılır və yaxud da başının altına nəsə qoyur və yaxud da və s. Yəni, bunlar hamısı nədir? Yəni, qaytarmalıyıq hara? Ora. Yəni, kimə? Yəni, o zamanı, daha doğrusu. Yəni, Peyğəmbər s.ə.v eləyibdir bunu? Yox. Yaxşı, Peyğəmbər s.ə.v-dən sonra 4 xəlifəm eləyibdir, yoxsa Peyğəmbər s.ə.v-in nəvələrim eləyibdir, Əhl-i Beytdən kimsə eləyib və s. Axır belənçində. O halda artıq bizə aydın olur ki, hansı daha düzdür və yaxud dəyərli. Çünki, bugünkü də görürsən, hədis də, düzdür, insanda xüsusən də hədis elmi olmayanda, səhi ilə qeyri-səhini aid edə bilməyəndə, insana deyir, hədisdir. Deyir, hədisdir, filən kitabda bəhman, sən də ki, yəni əlin çatmır. Gücün yoxdur, düzdürmü? O hədis, yəni ki, ola bilər, amma ki, kişilər onu qoruyurlar. Necə ki, Quran-ı Kərim qorunur Allah tərəfindən və həmçində Peyğəmbər s.ə.v-in səhih sünnəsi, yəni qoyub getdiyi yolu, hədislər qorunur və qorunacaqdır. Sadəcə o avam insanlardır, danışanlar və yaxud da ki, beləcə insanların bilinməzliyindən istifadə edib, onları çaşdırıb, azdırmaq istəyənlər. İnsan bilmir, başlayır danışmaq, gözəl danışır, güya da öz aləmində, amma elm əhli olan, elm sahibi olan bilir ki, o danışığının arxasında nələr gizlədir. Bilir ki, o sifətinin arxasında nələr gizlədir. Çıxır, danışır, amma nədir? Görürsən ki, yəni batil şeylərdir. Amma görürsən buna, yəni layiqə və yaxud ürəyə işləyir. Ay, necə qoyasan, adını da bilmirsən, xəbis deyəsən, nə deyəsən. Sən nə ilə oynayırsan? Sən oddan oynayırsan axı. Necə yəni oddan? Yəni sən oddan oynayırsan, bildiyin oddan oynayır insan. Çünki sən bugünkü gündə məni allatdın, tutaq ki, mənə kimləri allatdın, misal olaraq deyirəm də, sözsüz ki, avam insanları allatdın. Sən, yəni ki, özünə hilə qurursan. Sən necə, yəni Allah subhanahu hər şeyi görür, hər şeydən xəbərdardır. Və Allah subhanahu teala'nın dini paç və nöqsansızdır. Özünü alladır. Yəni, vaxt gələcək sözsüz ki, o nə qədər elə danışanlar olub. Misal olaraq deyirəm də, vallahi elə şeylər, yəni ki, rast gəlirsən, xüsusən də görürsən ki, adlar qoyurlar ki, elə filan kəslərin nəyi budur.
o bacarır, amma içində yoxdur. Və yaxud da ki, gözləyirlər ki, kimsə onlar barəsində danışsın və yaxud da nədir, onu necə qələmə verirlər. Yəni, bunlar barəsində danışılmırsa, deməli, onlarda elm yoxdur. Yox, halbuki elə deyil. Əlbəttə ki, tam əksidir. Onlar üçün şərəf olar ki, hansısa bir sələfi tələbə alimlərin yanında elm alıb, alimləri görüb gələn, onunla danışsın, mübahisə eləsin. O, onun şənini uzaldar. O, ona layiq deyil. O, layiq deyil, həmçində ki, yəni cahillə nə danışacaqsan ki? O, gün içində o qədər indi yeni vasitələr çıxıb ki, adlarını belə mən bilmirəm. İnternet vasitələrindən. Bəziləri deyir ki, ərəb dilini nə öyrənirsən? O, getdi da o vaxtlar, gedirdiniz Mədinədən, orada burada ərəb dilini öyrənirdiniz. Artıq hamısının ChatGPT nədir, orada var. Allah akbar. Biz gedib illər boyu ərəb dili öyrəndik. Elm dili yenə də azdır. Və yaxud da ki, alimlər, o boyutda alimlər, əsilləri ərəb olanlar belə gün üstündə görürsən ki, vallahi ki, yəni mucəmlərə, yəni ki, lüğəvi kitablara müraciət edirlər. Hansısa şeyi başa düşmək üçün təsəllisiz, o ki, qaldı, sən götürüb nəsə o biləri istifadə edə bilərsən. O yeni vasitələrdən məqam olar, vaxt olur, hə, amma əsl olmalı deyil. Demək odur ki, yəni belə şeylər, belə insanlar da ki, bizi Allah atmasın deyə qardaşlar, nə etməliyik? Yəni elmlənməliyik. Elmimizi artırmalıyıq, əsilləri bilməliyik. Yəni elə belə fətvalar üzərində, şəxslər üzərində dinini qurmalı deyilsən. Çünki şəxsdir, xata eləyə bilər, çaşa bilər, Allah qorusun hər birimizi. Sabahlarım sənin bağlının o şəxsi olmasın, sənin bağlının haqqı olsun. Necə gördünüz, insanlar qəbul edə bilmədilər bəzi insanların çaşmasının, azmasını. Çünki onlar ona şəxs olaraq ona bağlanmışlardı. Düzdürmü? Amma sən haqqa bağlı olanda, sənə bir şəxs haqqı deyirsə, o halda bilirsən ki, bu şəxs amma nahaqdırsa, onda sən onu haqqa görə tərk eləməlisən. Danışacağım məsələ də ki, əsas elə bu məsələ idi ki, yəni elə Ramazan ayında özümüzü elmə yönəldək və Allahdan istəyək və duaların qəbul olan aylardır, oruc olan vaxtı, gecə təravihdə ki, Rəbbimiz bizə onun dinini öyrətsin. Və görürsən, insanın başına gələn şeylər də dünyavi tərəfdən və s. şeylər çoxsu görürsən, elə buna görədir. Çünki bilirsiniz, qardaşlar necədir? Yəni biz o cahil insanlar kimi, cahil deyəndə bu bir təhqir deyil, yəni ki, ola bilsin kimsə onu təhqir kimi başlasın, yox. Ola bilsin, mən də hansısa məsələlərə cahiləm. Sözsüz yəni o cahil, yəni bilməyən insanlar, yəni o məsələni, məsələn, mən deyim ki, filankəs həkimdir və öz sahəsində cahildir, bu artıq təhqir ola bilər olsun. Yəni bir insan həkim ola bilər, mən gün içində o sahədə məsələn cahiləm, mən həkimlikdə nə danışa bilərəm, heç nə. Danışsam belə xatalar eləyəcəm, düzdürmü? Və ya kimsə bədbəxt eləyəcəm, Allah qorusun. Həmçində elə, o həkim bir içində gəlib din barəsində danışsa, düzdürmü, o necə, o burada elə bir ki, kimsə bədbəxt eləyəcəkdir, Allah qorusun. Amma ola da bilər ki, insana Allah subhanahu ta'ala hər şey elm versin. Məsələn, Şeyx Raslan, Hafizullah, o necə bilirsən, tibb universitetini qurtarmışdı, çox güclü, yəni həkimlik idi. Atasının istəyi o idi ki, həkim olsun. O da həkimliyi qurtardı, atasına diplom verdi, sonra isə yenə də şəriəti davam elədi. Yəni, həm tibb var onda, amma əsas yəni budur mütəxəssis. Bu sadəcə bir misal idi. Ona görə yəni bu kiməsə yəni yuxarı aşağı baxmaqdır. Sadəcə hərənin öz sahəsi var. Yəni Allaha sonsuz sayda həm şükürlər olsun ki, qardaşlar, bu günlərin biz 9-cu günümüzü bitirdik. Sözsüz ki, həm Allah müvəffəq elədiyinə ki, sevinirsən, həm kədərlənirsən ki, getdi və çox layiqincə yerlərən biz ondan faydalana bilməmişsə, yəni çox problemdir. Allah qorusun, bunda xeyir də var və ziyan da var. Ona görə ki, ola bilsin ki, yəni problemlər olsun. Yəni bu ayda yəni o olunan günahlar, ayda olunan günahlar kimi deyil. Necə ki, misal üçün, sənin burada elədiyin günahınla Məkkədə deyib, haramda elədiyin eyni deyil. Düzdür, necə ki, alimlər qeyd edir, say baxımından artmır, amma keyfiyyət baxımından böyüyür. Yəni böyüyür, əzəmətləşir, çox əzəmətləşir, Allah qorusun. Həm yalnız Allaha məxsusdur, qardaşlar. O Allah ki, bizi Ramazana çatdırdı. Halbuki neçə nəfər bu günləri arzuladı.
Amma nə oldu? Artıq yəni o torpağın altındadır. Necə ki, yəni həmçində Peyğəmbərimiz s.ə.v ona və onun əhl-i beytin Allahın salamı və salavatı olsun. Yəni əsas məsələ o ki, əziz qardaşlarım, yəni bu gün sadəcə təqvimdən bir gün deyil. Yəni təqvimdən bir gün keçdi, o deyil. Yəni ömrümüzdən gedən bir parçadır. Artıq ömrümüzdən bir parça getdi. Bu günü yəni geri də qaytarmaq mümkün deyil. Bu günün şahidi ya bizim xeyrimizə olacaq, ya da ki, əleyhimizə olacaqdır. Düzdürmü? Bir anlıq düşünək, əziz qardaşlarım. Nəyi düşünək? Əgər bu, yəni sənin, mənim son Ramazanımız olsaydı, bu günü necə yəni keçirdərdik? Yəni, əminsən ki, artıq sənə bildirilib ki, sənin bu son Ramazanındır. Bundan sonra olmayacaqdır. Yəni, necə olacaqsan? Yəni, sənə verilməyəcəkdir bu. Yəni, niyə görə bəs sələflər görürsünüz, qardaşlar, necə yəni əməl edirlərdi bu ayda? Tam özlərini verirlər. Onlar təkcə Ramazan ayına daxil olanda bunu eləmirlər sanki son axırıncı Ramazanıdır. Onlar namazı belə qılanda elə qılırlar ki, bunların sonuncu namaza dururlar. Sanki yəni axırıncı namaz, axırıncı zöhr namazını qılır. Axırıncı məğribi, işanı, sübhü. Şaşdınız qardaşlar. Yəni ona görə onlarda o iman dəhşət idi. Necə ki, yəni onları vəsf edən, necə vəsf olunurdu? Necə vəsf olunurlardı? Bir döyüşə gedəndə, kafir üstünə gedəndə onlara deyirlər ki, sizin üzərinizə elə bir insanlar gəlir ki, siz deyir, yaşamaq istədiyiniz kimi onlar ölmək istəyir Allah yolunda. O kişilər idi ki, onlara nəsib olmayanda şəhidlik, neynirlərdi? Qayğında kədərlənirlərdi. Ki, Allah mənə nəsib eləmədi Allahın yolunda ölməyə. Bu nədən idi? Ona görə daim öz üzərlərində işləyirlərdi. Bəli, Allah Rasulü s.ə.v var idi. Bugün şimdi Allah Rasulü s.ə.v yoxdur, amma onun sünnəsi var bizimlə. Quran-ı Kərim var, kamil şəkildə əlimizdə. Düzdürmü? Sahabələr, qardaşlar, bir dənə yəni, xata elədilər. Harada? Oxçu məsələsində, düzdürmü? Onlar xata elədilər, ictihad əhli idi. Onlar sahabə idilər. Və həmçində onda eləm din kamil olmamışdı. Bugünkü gündə, qardaşlarım, din artıq kamil olubdur. Quran-ı Kərimin daha davamı yoxdur. Peyğəmbər s.ə.v artıq yoxdur. Düzdürmü? Və bugün bəs biz necə olacaq? Bizim halımız necə olacaqdır? Artıq bizim əlimizdə də tam kamil olmuş din. Yaxşı, bəs biz xətalar eləyirsə və biz o sünnəyə qarşı çıxırıqsa və biz o ayətlərə qarşı çıxırıqsa, bizim halımız necə olacaqdır? Nətər olacaq? Necə cavab verəcək Allah qarşısında? Bir dənə xataya görə, düzdürmü? Allah subhanahu görürsünüz necə oldu? Yəni, o qədər sahabə dünyasını dəyişdi. 70 sahabə. Başında Həmzə radiyallahu olmaqla, Musab bin Umer olmaqla, Abdullah bin Cübeyr və s. axır sahabələr. Düzdürmü? Yəni, baxın, yəni düşünmə vaxtıdır, tövbə vaxtıdır, dönmək vaxtıdır, dəyişmək anıdır. Deməli, oruc bizi dəyişmirsə, azlıq çəkirik, susuzluq qalır. Düzdürmü? Ac qalırıq, susuz qalırıq. Amma qəlb dəyişmirsə, dil yenə incidir, göz yenə harama baxırsa, özümüzdən soruşmalıyıq. Nəyi soruşmalıyıq? Özümüzdən. Yəni, dəyişdi mi bizi bu oruc? Dəyişmədi. Düzdürmü? Yoxsa biz sadəcə az qaldıq. Yəni, artıq, bax, qardaş, iftar elədiyin, axşamdır, düzdürmü? Sən oc qaldın bütün günü, susuz qaldın. Özün-özünə sual verməlisin. Oruc səni dəyişdi, dəyişmədi. Yoxsa yalnız sən az qaldın və susuz qaldın. Bunu sualını verməlisən. Necə bilirsiniz ki, Peyğəmbər s.ə.v bizə xəbər verir, düzdürmü? Xəbərdarlıq edir ki, bəzi insanlar olacaq, yalnız azlıq əldə edər. Yəni, oruçlarından yalnız onlara nə qalar? Aclıq və ya susuzluq. Yəni, hədisdir. Nesə qiyama duranlar olacaq, onlara yalnız onların yuxusuzluqları qalacaq. Və nesə oruç tutanlar olacaq, yalnız onlara aclığı və susuzluğu qalacaqdır. Yəni, sən, mən neynəməliyik? Özümüzü imtihana çəkməliyik. Günlük. Ki, biz neynədik? Dəyişdikmi? Yəni, dəyişiklik oldu mu bizdə? Yoxsa yalnız elə aclıq və susuzluq qaldı? Yəni, bu Peyğəmbər s.ə.v-in sözü mümini titrətməlidir.
Sən axı oruç tutsan, düzdürmü və dəyişmədin. Yalnız ac qaldın, susuz qaldın. Peyğəmbər sallallahu əleyhi deyib ki, amma neçə möminlər olacaq ki, onlara yalnız bu orucdan aclıq və susuzluq qalacaqdır. Yəni, bu insanın nə etməlidir? Qəlbinə titrətmə salmalıdır, qorxu. Birdən mənim də orucum oruclardan olar. Çünki Allah Subhanahu Taala'nın bizim ac qalmamıza, susuz qalmamıza ehtiyacı yoxdur. Rəbbim istəyir ki, Rəbbimiz biz dəyişək xeyrə, tərbiyə aidi, mədrəsə aidi. Düzdürmü? Mədrəsə aidi. Yəni, mədrəsədir, böyük bir mədrəsədir. Və qardaşlarım, kişinin yəni gücü səsində deyil. Nəfsini susturmaqdadır. Kişi olmaq yalnız yəni işləmək və ailəni dolandırmaq deyil. Əsl güc, qəzəb anında səbr etməkdir. Əsl böyüklük ailəsinə qarşı yumuşaq olmaqdır. Əsl kişilik gizlində Allahdan qorxmaqdır. Əsl kişilik budur. Evdə ən çox qorxulan deyil. Girdin, uşaqlar yer axtarır girməyə, qorxusundan, əsirlər. Yox, bu böyüklük deyil, bu güclü kişi deyil. Ən çox güvənilən kişi olmağı çalış. Ki, güvəniləsən. Ən çox qorxulan yox. Övladların sənin sözünü yox. Nəyi? Sənin halını öyrənir. Sən deyirsən, onlar üçün boş şeydir. Sən amma başqa şey eləyirsənsə, onlar üçün odur. Misal üçün, mən olum, sən olum. Deyirsən, abala, telefonda az otur, oynama, neynəmə. Amma sən gelirsən, səhərin axşam üçün evdə oldun, telefondasan. Hətta belə telefonu açıb, Quran oxusan, o uşaq onu bilmir. O uşaq qıraqdan baxır, görür ki, sən telefondasan. Sən hətta orada açıb belə hədis oxusan, kitab oxusan, o onu baxmır, qardaşlarım. O görür ki, sən telefondasan. Bunu görür. Və o da onun beynindədir ki, atam bunu deyir, amma özü eləyir. Düzdürmü? Sənə qarşı artıq başqa cür düşüncəli olur. Niyə deyirsən? Kitab aç oxu, Quran oxu. Və necə bilirsiniz ki, alimlər yəni barədə danışıblar. Yəni daim bu telefondan Quran oxumaq olmaz. Ehtiyac varsa oxuyacaqsan. Yoxdursa, əlin çatmırsa o kitaba, qalmayır. Amma kitab varsa, evdəsənsə, sən oturub niyə görə telefondan oxumalısın? Qoşaqlar görürsün ki, Allahın kəlamını açıb oxuyursan. Qoşaqlar görürsən, hansısa bir hədis kitabı oxuyursan. O görsünlər, onu görsünlər səndən. Yəni, qəlbin sərtləşməyi Ramazan xəbərdarlıqdır. Qəlb, yəni sərtliyi necə bildirəcəksən? Ramazanda. Artıq qəlbin sərtləşib də sənin. Görürsən, Ramazan da sənə təsir eləmir. Qəlb yəni düzəlmir, açılmır. Bəzən namaz qılırıq, oruç tuturuq, amma qəlb yumuşalmır. Oruç tutursan, namaz qılırsan, nə inirsən, qəlb yumuşalmır. Bu da ki, qardaşlarım, çox təhlükəli məsələdir. Həddindən artıq. Çünki sərt qəlb Allahdan uzaq qəlbdir. Əgər sərtdirsə qəlb, o qəlb Allahdan uzaq bir qəlbdir. Allah qorusun. Yəni, Ramazan nə üçündür? Yəni, nə üçün Ramazandır? Ona görə ki, ağlamayan gözləri ağlatmaq. Düzdürmü? Sərtləşən qəlbləri yumuşaltmaq üçün gəlib. Bəli, gecələr durub, Allaha günahlarını xatırladıb və xatalarını xatırladıb ağlayacaqsan. Ki, Allah sənin o qəlbini yumuşatsın, səni neynəsin, yəni müvəffəqiyyət versin. Necə eləyəcəksən? Gecə səssiz olanda, hamı yatanda, qəlbinlə Allah arasında qalanda o an mömin kişinin ən böyük şərəfidir. Allah Subhanahu Taala'nın hamı yatır, heç kim yoxdur, səssizlikdir, sükunətdir, sənin qəlbindir və Allah Subhanahu Taala'dır. Bax, bu ən böyük müminin şərəfidir, kişinin şərəfidir. Görürsən ki, gücdə deyil. Görürsən, elə araq qardaş var, elə zəif qardaş var ki, maşallah, düzdürmü, gecədə durur. Görürsən, sübhə nə vaxt gəlsən, görürsən, sübhdə birinci səhvdədir. O nədədir? Güc qardaşlar var, imandadır.
Bu da bəli. Həmçində qardaşlar, qardaşlıq yəni sınandığı yerdə imanın həqiqəti görünür. Qardaşlıq sınandığı yerdə. Buna diqqət edin. Kin saxlamaq asandır, qardaşlarım. Amma bağışlamaq çətindir. Qəzəbləmək asandır, susmaq çətindir. Uzaqlaşmaq asandır, qardaşına yaxınlaşmaq çətindir. Düzdürmü? Bunlar hamısı elə belə deyil. Amma Allah qatında dəyərli olan nəfsinə ağır gələn əməldir. Sənə ağır gəlir. Düzdürmü? Bağışlamaq, susmaq və yaxınlaşmaq. Bu hamısı bil ki, Allah qatında yəni ki, sevinilən, bəyənilən əməldir. Ağır gəlir nəfsinə. Çünki nəfsdir də, insanın nəfsi olacaq elə. Hara salan? Cəhənnəmə. Allah qorusun. Bəlkə də sənin, mənim bağışladığımız bir insan qiyamət günü bizim üçün nicat səbəbi olacaq. Nə cənnətə daxil olmaq. Vaxt gedir, qardaşım, qardaşlarım, həqiqi mənada dayanmır. Biz də necə bilirsiniz ki, vaxtdan ibarətik. Necə ki, İbn Sirin rəhməllah deyə, bəni ədəm ən tənfəs. Eydir Adəm oğulları, sən nəfəslərdən ibarətsən. Yəni, salmış nəfəsdən. Dayandıra bilmərsən onu. Bir gün bir şeyxdən sual soruşmağa çalışırlar. Alim olur, gedir. Deyir ki, dayanmır. Deyir, dayanmır. Axırda deyir, günəşi dayandır, dayanacam. Gedir. Yəni, nə demək? Vaxtı dayandır, dayanacam. Yəni, ola bilirsiniz, qardaşlar, yəni, dəhşət olublar. Yəni, vaxtlarını çox dəhşət qədrini biliblər. Yəni, boşluq olsun və yaxud da qardaşların oturmaz. Bunlar hamısı gözəl şeydir. Amma sən orada boş məclis olursa, lağla məclis olursa, faydalanmırsansa və uşaqlarından, ailəndən uzaq düşürsənsə, o məclisdə heç bir xeyri yoxdur. Qardaşlar olsalar belə. Yəni ki, gecələr sən evə hər gün gec geyirsənsə, o xeyir deyil. Xeyir odur ki, sən ailəni islah eləməyin, ailənin yanında olmağın. Bəli, bu da ki, heç də yəni ki, zəif kişiliyə dəalət eləmir. Əksinə, sən evə bağlı olmağın, sənin ailəyə bağlı olmağın, əksinə sənin güclü kişiliyinə dəalət eləyir iman tərəfindən. Çünki sən haramdan qaçsan evə. Sən çöldə onu haram görə bilərsən. Nəfsinlə oya bilərsən, düzdürmü? Amma evə bağlı olmaq, o heç də elə deyil. Allah daha doğrusu bilir sözsüz ki. Yəni, vaxt gedir, vaxt dayanmır. Telefon söhbətləri, dünya qayğıları, hamısı qalacaq. Amma bu Ramazanın hər dəqiqəsi ya sənin lehinə yazılır, ya da əleyhinə. Unutma, qəbirdə gücün, pulun, dostların yox, olmayacaq. Yalnız əməllərinlə qalacaqsan üzbəüz və əməllərinlə o qəbirə girəcəksən. Başqa heç nə olmayacaqdır. Rəbbimizdən diləyirəm ki, qəlbimizi, yəni Allahım, qəlbimizi oyat. Bizi Ramazanda dəyişilənlərdən et. Gizlində səndən qorxan, ailəsinə mərhəmətli, qardaşlarına qarşı təmiz qəlbli kişilərdən et. Bu Ramazanı bizim üçün dönüş nöqtəsi et. Allah Subhanahu daha doğrusu bilir. Rəbbimiz bizi rəhm eləsin. Allah Subhanahu bizim qəlblərimizi islah eləsin. Allah Subhanahu biz daim ona dönən qullarını eləsin. Allah Subhanahu biz irəlilədikdən sonra geriləməkdən qorusun. Və haqqa kimi başa düşüb ona tabi olan qullarını eləsin və batildə batil kimi görüb ondan uzaqlaşan qullarını eləsin. Allah hər birinizə bərəkət versin. Subhanakallahumma bihamdik. Əşhədu ən la ilahə illə əntə əstəğfiruka və etûbu ileyk.